Hayatımın öyle bir dönemindeyim ki konuşacak, küsecek, kavga edecek, barışacak, uğraşacak halim yok. Devran dönmüş, dönmemiş ne fark eder ki? Ben artık çok başka bir evredeyim. Kim ne demiş, ne yapmış, hakkımda ne düşünmüş hiç ilgilenmiyorum. Ben kendimden, iyi niyetimden emin olduktan sonra siz ne demişsiniz? Zerre önemi yok. Herkese salam, yeni günden, yeni vlogdan sizi salamlayıram. Belə qəşəng bir səhər yemək hazırlamışam və səhər yeməkdən sonra biz hardayıq? Biz gəlmişik Qusara, çoxdan gəlmişik. Biz səhər tez durduq, qəşəng bir dolu bir yemək hazırlamışdım uşaqlara. Və gəldik Qusara. Burada mən də düzdür, görürsünüz, razı paltar yuram. Özümlə gətirən paltardır, hansı ki gerek palaskat eləməliyəm. Bir də burada da qalan paltarlar var idi bizim. Onları da dedim ki gerek bunları da yuyum və yuyuram belə qəşəng havada, belə qəşəng gün. İnanın ki xoşlayıram burada paltar yuyub asmağa. Bu qonşunun evin duvarıdır. Biz bu evi bu yox, bu qonşunun evidir. Öz evimizi bizim çəkməlidir. O şeydir, çöl tərəfdən bizim ev aşağıdadır. Çox yağış, belə sel olanda su hamısı bizim həyata axır. Onlar çoxdan onu istəyirdi yeni ev tikmək, amma alınmadı. Niyə? Çünki mən gəlin gələndə yoldaşımın atası xəstə idi. Onun da rak xəstəliyi var idi və onlar o vaxtı onu eləyə bilmədi. Qaldı və nə vaxt biz indi də istəyirdik ki onu eləyək, onu yəni o işi elə alaq, orada bir qəşəng burada ev tikək, amma yenə də bizdə bu ildə alınmadı. Bu il qaynanam xəstələndi və siz də bilirsiniz də bu xəstəliyə nə qədər xərc düşür, nə qədər yəni pul gedir. Bu darmanlar, bu tabletkalar hamısı pullandı. Mən paltarları yudum, çox istiydi hava, inanın ki o kadar istiydi. Sadəcə belə inanın ki palaskanya lazım olan paltar idi, dasmallardı, hansı ki biz günlük istifadə edirik və biz çıxdıq yola. Hara? Biz çıxdıq yola, bazara. Bazara gedirik biz. İstidi, amma qəşəngdir. Buranın hava təmizdir. Gəldik, istəyirik qarpızla yemiş alaq və mən də kartoşla soğan istəyirdim alım yemək hazırlamağa və sabah səhər tezdən gəlib bacı da gələr bizə. Onunla gəlib qəşəng bazarlıq eləyərik. Bugün belə biraz şeylər alıram ki belki de çay içdik, belki de akşam hayatta oturmağa xoşlayırıq. Qaynanam da çıxır, hayatta oturur bizimlə təmiz havada. Belə qızlar, bilmirəm, bu il belə istirahət eləyirik. Geçən il mən bu vaxtı Türkiyədə idim. Belki de bir gün sizə shorts koyaram, hansı orada istirahət eləyirdik. Qarpız belə qəşəng çıxdı. Kıpkırmızı qəşəng qarpız çıxdı. Dənələr də qəşəng də azdı. Tumlar və mənim axşam yeməyim də hazırdır. Axşam yeməyi olaraq mən də belə qəşəng yemək var burada. Etlə kartoşkadır. Həmişəki kimi qab yuram. Bilmirəm nə deyim, nə danım. Və belə qızlar, burada biraz belə çətindir mənim üçün qab yumağa, amma yenə də çalışıram ki qəşəng səliqə ilə yum, yer eləyim. Srazu yeməkdən sonra xoşlayıram qabları yuyub yerləşdirək, yer eləyək. Niyə? Çünki sonra biraz çay içəndə oturursan, istirahət eləyirsən, durub onları eləməyi heç istəmirsən. Amma indi də bilirəm ki bunları yuyub rahatca özüm üçün oturub çay içə bilərəm. Çay da qoymuşam ki qəşəng qaynasın, sveji çay eləyərəm. İnşallah bu videonu baxarsınız, like olub abone olmaya unutmazsınız. Çünki bu videodan sonra gələn videolar daha da maraqlı, belə təmizliklə bağlı videolar olacaq. Burada da конечно же təmizlik eləyirəm. Həmişəki kimi yeməklərdən sonra конечно же pol silirəm, kuxnanı təmizləyirəm. Qəşəngcə demişəm də sizə yerdən olan evdə mən ən qorxan bir şey o
Siçanlardır. Siçanlardan çox qorxuram. İstəmirəm ki, onlar girsin. Uşaqlar da inanın ki, hər dəqiqədə nəsə yemək istəyirlər, yerə nəsə düşürdürlər və mən də əsəbləşirəm. Gündə neçə dəfə bu mətbəxlə prixoşkanın polu silirəm, süpürürəm. Belə qızlar. Belə qəşəng günlərdən neyniyək. Amma maraqlıdır burada. Nə qəşəng güllər var. Burada asmışam paltarları уже gördüğünüz kimi yığmışam. Bu уже axşamdır, amma yenə də hələ ki istidir. Birazdan birdən-birə belə çox belə sərin və soyuq olacaq. Qaranlıq olacaq sразу. Amma hələ ki qalan günəş var hələ. Sərmişəm, bunu da bura sərmişəm, təmizdir. İndi rahat oturub özüm üçün istirahət eləyə bilərəm, bilmirəm. Hələ ki fikirləşirəm, nə eləyə bilərəm. Çünki təmizlik eləyəndə уже fikirləşirəm ki, nə eləyim. O tərəf təmizdir. Orada 2 xaladelnik görürsüz. Onlar da o birisi otaqdaydı, amma bura çıxartmışıq və mən işə başlamışam. Nə edirəm bura? Təmizləməyi istəyirəm, qaynanam istəyirdi. O deyirdi ki, belə təmizləyirdim, ələ eləyirdim, mən burada olanda deyirdi. Danışırdı o mənimlə, mən söhbət eləyirdik də biz. Və mən də istədim ki, gərək mən də bunu eləyim, o da xoş olsun, onun üçün də xoş olsun, ürəyi biraz da olsa rahat olsun. Çünki o çox belə iş görən qadın olub, bir yerdə durmayan qadın olub da 70 yaşı var və indi onun üçün çox çətin gəlir bu müalicədə. O heç nə eləmir və onun üçün çox çətin gəlir. Və o görəndə ki, mən bunları eləyirəm, onun üçün biraz rahat olur. Elə fikirləşir ki, deyir ki, mən elə fikirləşirəm ki, onları mən eləyirəm, səninlə mən də yoruluram. Deyirəm, belə yaxşıdır da, sən bax, mən nə eləyirəm, ya da mənə deyərsən, harda nə eləmək lazımdır, mən də onu eləyərəm, sən istədiyin kimi. Çünki bilirəm də, burada mən qalmırdım yayda. Arada gəlib gedirdim, inanın ki, istirahətə kimi gəlib gedirdim, düzdür təmizlik eləyirdim, həmişə matrasları çıxardırdım, pərdələri, pəncərələri yuyurdum, təmizləyirdim, silirdim. Amma belə qış hazırlıqları, bu çöldəki təmizliyi hamısını qaynanam eləyirdi. Burada asıram, gördüyünüz kimi bunları da yummuşdum. Bunları da asıram. Görürəm ki, gün arada belə yağış yağır, arada belə qəşəng gün çıxır. İnanın ki, bugünkü hava biraz çox belə maraqlı havadır. Deyəcəksiniz ki, ya axşam yeməyi düzdür. Biz axşam yeməyi bugün biraz tez yedik. Niyə? Çünki qaynanam dedi ki, o gec yeyəndə onun üçün çox belə çətin olur, vzdutiya olur onda. Və mən də dedim ki, yaxşı biraz tez yeyək də. Bura asmışdım mən dasmalları, belə şeyləri ki, hansı ki istəyirdim tez qurusun və bunlar da nəvəs altında asmışdım. İndi onları çıxartmışam, onlar biraz quruyublar. Bunları asmışam ki, bunlar da gün çıxıb tez belə qurusunlar və bunları da apararam evə. Və yenə gördüyünüz kimi pol silirəm. İnanın ki, dediyim kimi bu otaqları, bu 2 otağı gündə neçə dəfə mən pol silirəm. Gördünüz, o vaxt pol siləndə daroşka yox idi. İndi pol silirəm, daroşka var. Niyə? Çünki biz yenə kuxnada uşaqlar nəsə yeyiblər və mən də süpürüb yenə pol silirəm. Bu məndə bir xəstəlik kimi bir şey olub, qorxmuşam. Bir gün biz qapı açıq oturanda qonşunun çox belə toyuqlar zad var. Görürsünüz, biraz da qaranlıqdır. O qonşunun çox belə toyuqlar, belə şeylər var və gördük ki, sıçan gelib də biz onu düzdür qovaladıq, o qaçdı, o bizim evdə deyil. Amma yenə də qorxu qaldı da məndə, bilmirəm, qorxu qaldı, ona görə də qorxuram və gündə neçə dəfə belə silirəm. Belə havada biraz qararır. Mən də həmişəki kimi işləri görürəm. Bu axır işlərdir. Bugün həyata da məncə biz çıxmırıq. Niyə? Çünki hava elə bil ki, yağış yağmağı istəyir. Və belə dedim, inanın ki, süfrə açdım. Bizdə qonaqlar var, qonaqlar gəldi. Onlara da yemək hazırladım. Belə məndə lobya var idi, fasol
baxla, nətər deyim sizə, yaşıl onları hazırladım, verdim, isitdim və mən nə edirəm, şalvar almışam belə şeydir. Lon şalvar almışam və iç göstərir. Belə bir parça almışam, ağ. İstəyirəm ondan şortik kimi tikim içəri və geyinim.